Salamlar əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün yenə torpaqla məşğuluq. Bugün torpağımızı keçən ildən yığdığımız turp toxumlarını əkmək üçün hazırlamışıq. Biraz qum səpmişik ki, çünki turp azacıq sərt, qumlu, hava olan torpaqda daha yaxşı inkişaf eləyir deyə. Burada da geçen ildən götürdüğümüz turp toxumlar var. İlk dəfə bunu sınayacağım. Ona görə bilməm nə dərəcədə alınır, alınmaz. Həmin o toxumları parçalamağa başlamışam ki, içindəki toxumlar rahat çıxabilsin. Baxın, içindəki gözləyim bir dənə tapa bilsəm sizə göstərəcəm. Toxumu çıxanı. Xırda toxumlar, baxın. Burada. İnşallah yaxşı alınır. İndi səpmə işləminə başlaya bilərik. Birazcık əzdiyimiz toxumları indi belə qabıqlı torpağa atacağıq. Həm torpağa gübrə olsun, həm də yavaş-yavaş özləri açılsın. Torpağı qarışsın deyə. İnşallah yaxşı əmələ gələr, böyüyənlər. Bəli, turplarımızı səpdik. İndi üstünü torpaqlama işinə keçəcəyik. Üstü çox nazik xət torpaq örtülür ki, rahat çıxa bilsinlər. Torpağımızı da kənarda hazırlayaq. Biraz ufalayaq ki, rahat nəfəs alan bir torpaq olsun. Burada da birazcık qumumuz var. Karıştırıp böylece səpəcəyik toxumların üstüne. İnşallah. İndi qumla qarışılmış bu torpağı toxumların üstünə nazik bir xətlə səpirik. Olan torpağı bir nazik xət səpdik, ancaq biraz da ehtiyac olduğuna görə yenə biraz hazırlayacağım. Bəli, artıq turpumuzu bitirdik. Biraz da yorulduq. Balaca yer olsa da doğrudan torpaqla işləmək həm zəhmətlidir, həm də faydalıdır insan üçün. İnşallah xeyirli bəhrəsində görmək Allah nəsib eləsin. Belə.